Növbəti mövzumuz qeyri-müəyyən şəxsli cümlələrdir. İndi baxaq görək qeyri-müəyyən şəxs cümlələrin hansı xüsusiyyəti var və hansı xüsusiyyətlərinə görə digər cümlələrdən seçiləcək. Deməli, birinci, bunun tərifinə xüsusi fikir vermək lazımdır. Hərəkət və hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən cümlələrə qeyri-müəyyən şəxsli cümlələr deyilir. Yenə çox vaxt şagirdlər təriflərə çox da diqqət eləmirlər, yada saxlamaq haqqında fikirləşmirlər, buna çalışmırlar. Ancaq bilmək lazımdır ki, təriflər də bəzi nəzəri tipli sualların tərkib hissəsi ola bilər. Ona görə tərifləri yaxşı yadda saxlamaq lazımdır. Bu cümlələr xəbər əsasında formalaşır və mübtədası olmur. Mübtədası olmamasına baxmayaraq, buna biz düşünə bilərik, sadəcə təsəvvür eləyə bilərik. Yəni, belə cümlələrin xəbəri yalnız üçüncü şəxsin cəmində olur. Mübtədası da təsəvvür oluna bilər onlar şəklində. Ancaq yenə də bu yaddan çıxmamalıdır ki, əgər mübtəda olarsa, müəyyən şəxsli cümlə olacaq. Və mübtədası təsəvvür olunub, ora bərpa olunarsa, cümlənin artıq mənası dəyişir. Yəni, o zaman hərəkət və hökm qeyri-müəyyən şəxsə aid olmur, müəyyən şəxsə aid olur, o zaman da müəyyən cümlə olmuş olacaq. Ancaq, yəni mübtədanı sadəcə biz təsəvvür eləyə bilərik. Buna xüsusi diqqət eləmək lazımdır. Bu tipli cümlələr, yəni qeyri-müəyyən şəxsi cümlələr müxtəsər cümlədə ola bilər, geniş cümlə formasında da ola bilər, ismi və feili xəbərli də ola bilər bu cümlələr. Məsələn, səhləri sulaya-sulaya söhbət edirdilər. Yenə burada, məsələn, bir-bir baxsaq, söhbət edirdilər, xəbər. Kim söhbət edirdi, kimi söhbət eləməsi haqqında hər hansı bir fikir burada yoxdur. Sadəcə biz bilirik ki, burada xəbər üçüncü şəxsin cəmindədir və mübtəda iştirak eləmir. Biz onlar şəklində sadəcə təsəvvür edirik ki, onlar söhbət edirlər. Və burada da səhlər sulaya söhbət edənlərin kimliyi haqqında isə dəqiq məlumat yoxdur. Yəni, qeyri-müəyyən şəxsli cümlə olmuş olacaq. Dünən onları qonaq çağırmışdılar. Qonaq çağırmışdılar. Kim? Bilinmir. Kimin çağırdığı. Yəni, qeyri-müəyyən şəxs haqqında söhbət gedir və yaxud da ki, şəxslər haqqında. Yəni, bir şəxsdir ya da bir qrup şəxsdir. Bunlar haqqında, bunların kimliyi haqqında konkret məlumat yoxdur. Və xəbər də üçüncü şəxsin cəmindədir, mübtədada iştirak eləmir. Deməli, qeyri-müəyyən şəxsli cümlədir. Və yenə də burada xüsusilə vurğulamaq lazımdır ki, yəni üçüncü şəxsin cəmində olan cümlələrin hamısı qeyri-müəyyən şəxsli cümlə hesab olunmayacaq. Yenə də deyirik, hərəkət və yaxud da hökm qeyri-müəyyən şəxsə aid olmalıdır. Yəni, qonaq çağıranın kimliyi haqqında hər hansı bir məlumat yoxdur. Həyətdə çoxlu ağac əkdilər. Əkdilər. Kim? Bilinmir. Yəni, onlar şəklində sadəcə təsəvvür eləyə bilərik. Bu da üçüncü şəxsin cəmindədir xəbər. Mübtəda haqqında hər hansı bir məlumat yoxdur. Yəni, qeyri-müəyyən şəxsə aiddir. Gəlirlər. Burada da yenə gəlirlər kim? Bilinmir. Üçüncü şəxsin cəmindədir və qeyri-müəyyən şəxsi cümlədir. Yəni, buradakı təhlillə də fikir versə görərik ki, ilk üç cümlə, 1, 2, 3-cü cümlələr geniş cümlədir. Axırıncı cümlə isə sadəcə xəbərdən ibarətdir. Bu da müxtəsər cümlədir. Qeyri-müəyyən şəxs cümlələrdə bəzən elə bil ki, sanki, güya ki və s. kimi modal sözləri işlənə bilər. Və bu modal sözlər işləndiyi zaman həmin cümlələr reallığı əks etdirmir. Yəni, bu nə deməkdir? Nümunə üzərində bir baxaq. Sanki mənə dünyanı bağışladılar. Yəni, bağışladılar xəbər üçüncü şəxsin cəmindədir. Yəni, burada bilinir ki, yəni, bu cümlədə məcazi məna var. Yəni, həqiqətən də dünyanı kimsə ona bağışlamır. Yəni, deyək ki, bir xoş xəbər eşidib, nəsə haqqında xeyir xəbər eşidib, onun nəticəsində adam sevinir və bu sevincini bu cümlə ilə ifadə edir. Yəni, sanki mənə dünyanı bağışladılar. Yəni, bu reallıq deyil. Həqiqətən də dünyanı kimsə kiməsə bağışlaya bilmir. Yəni, ona görə də buna xüsusi diqqət edin. Yəni, həmin cümlələr reallığı əks etdirmir dedikdə bunu nəzərdə tutur və burada da fikir verək. Yəni, sanki modal sözü iştirak edibdir. Bu xəbəri eşidəndə elə bil onun ayaqlarını yerdən üzdülər. Yenə modal sözümüzə fikir verək. Elə bil modal sözü iştirak edibdir. Ayaqlarını yerdən üzdülər. Burada üzdülər xəbərdir və həqiqətən də kimisə ayağını yerdən üzmürlər. Üçüncü şəxsin cəmindədir yenə xəbərimiz
və yenə də qeyd edirik, burada həqiqətən də kimsə ayağını yerdən üzmürlər. Yəni sadəcə eşitdiyi xəbərdən deyək ki, narahat olan insan ya şoka düşən insanın əhval-ruhiyyəsi burada təsvir olunubdur. Sözü ona deyəndə sanki sənəmi yuxudan oyatdılar. Yenə burada modal sözümüz sankidir. Sənəmi yuxudan oyatdılar. Üçüncü şəxsin cəmindədir. Yenə mübtəda burada iştirak eləmir. Və yenə burada da yenə yəni sənəm hadisələr haqqında, yəni cümlənin məzmunundan belə müəyyən olur ki, hadisələr haqqında nəsə xəbər yox idi və bu xəbəri eşidəndə yəni sanki yuxudan yəni birdən özünə gəlmiş olur. Yəni həqiqətən də o söhbət söz deyəndə o yatmırdı, kimsə də onu oyatsın. Yəni belə bir şey yoxdur. Yəni reallığı əks etdirməmək məsələsi bu mənada işlənir. İndi bir neçə cümlə var. Burada verilən cümlələri bərabər təhlil edərək onların müəyyən yoxsa qeyri-müəyyən şəxsi cümlə olduğunu birlikdə aydınlaşdıraq. Həyat mübarizədir. Yenə də burada bir məsələ həmişə yadda saxlamaq lazımdır. Cümlənin şəxsə görə növü müəyyənləşdirilərkən birinci növbədə xəbər üzərində işləmək lazımdır. Mübarizədir xəbər. Nə mübarizədir? Həyat. Və bayaq da qeyd etdiyimiz bir məsələ var idi. Hər hansı bir cümlənin mübtədası varsa, müəyyən şəxs cümlədir. Deməli, bu müəyyən şəxsli cümlə olacaq. Növbəti, kitabları qaytarmağı unutma. Unutma. Kim? Görür ki, cümlədə mübtəda iştirak eləmir. Amma qaydaları nəzərə salaq, yadımıza salaq. Unutma, ikinci şəxsin təkindədir və mübtədanı biz sən formasında bərpa eləyə bilirik. Mübtədası bərpa olunan zamanda cümlənin məzmununda hər hansı bir dəyişmə baş vermir. Yəni, yenə sənə aid olur söhbət və mübtədası buraxılan müəyyən şəxsi cümlə olacaq deməli bu da. Növbəti nümunə. Biz dərsdən sonra parka gedəcəyik. Gedəcək xəbər. Kim? Biz. Mübtəda varsa heç bir şəkildə, başqa şəkildə düşünməyə ehtiyac yoxdur. Yenə müəyyən şəxsli cümlə olacaq. Həyətdə yarış keçirdirlər. Yenə baxırıq, həyətdə yarış keçirdirlər. Yarış keçirdirlər. Kim? Bilinmir. Yəni, onlar şəklində təsəvvür edə bilərik. Xəbər üçüncü şəxsin cəmindədir. Bayaq da qeyd etdiyimiz kimi, üçüncü şəxsin cəmində müəyyən şəxsli cümlələrdə mübtəda buraxıla bilməz. Yəni, bu cümlənin mübtədası yoxdursa, deməli, bu müəyyən şəxsli cümlə deyil. Və indi xəbərdəki işin kimə aidliyinə baxaq. Yəni, hərəkət və ya da hökümə fikir versə, görək ki, qeyri-müəyyən şəxs aiddir. Bilinmir kim həyatda yarış keçiridir. Deməli, o zaman da qeyri-müəyyən şəxsli cümlə olacaq. Onlar bizə əhəmiyyət vermirdilər. Əhəmiyyət vermirdilər. Xəbər. Kim? Onlar. Burada artıq mübtəda iştirak edir. Xəbərin üçüncü şəxsin cəmində olması artıq bizi maraqlandırmır. Çünki artıq bu cümlənin mübtədası var. Mübtəda varsa, deməli, bu da müəyyən şəxsli cümlədir. Tələbələr yeni müəllimi çox bəyəndilər. Bəyəndilər xəbər. Kim bəyəndi? Tələbələr bəyəndi. Mübtəda var. Yenə xəbərin nə olduğu bizi çox da maraqlandırmayacaq. Mübtəda varsa artıq müəyyən şəxsli cümlə olacaq. Suyun səsi bizi valeh etmişdi. Valeh etmişdi xəbər. Yəni, bir də şagirdlərdə əsas olan çətinlik mübtəda və xəbər müəyyənləşdirəndə, xüsusilə mübtəda müəyyənləşdirməkdə çətinlik çəkirlər. Yəni, bunun üstündə birinci növbədə xəbər müəyyən olunmalıdır, valeh etmişdi. Xəbər müəyyən olunandan sonra artıq mübtədaya növbə gəlir. Və mübtədanın sualda kim, nə və yaxud da ki, hara olacaq. Kim valeh etmişdi, nə valeh etmişdi, hara valeh etmişdi. Yəni, bunlardan uyğun sualda nə valeh etmişdi. Zaten sualı oxuyanda artıq məlum olur müəyyən mənada. Yəni, bilinəcək ki, burada sual nə olmalıdır. Nə valeh etmişdi? Suyun səsi. Bu da mübtədadır. Məsələn, mübtəda varsa artıq müəyyən şəxsli cümlə olacaq.
Atamgili dünən nazirliyə çağırmışdılar. Xəbərimizə baxırıq, nə etmişlər? Çağırmışlar xəbər. Kim çağırmışdı? Baxırıq, kim sualına cavab verən yoxdur. Yəni, kimi var, atamgili kimi var, amma kim sualına cavab verən cümlə üzvü iştirak edəm, yəni mübtəda yoxdur. Və xəbərə yenə xüsusilə fikir verək, üçüncü şəxsin cəmindədir. Yəni, mübtədası da buraxılıb. Deməli, artıq olacaq bu, qeyri-müəyyən şəxsli cümlə. Yəni, iş bir qrup şəxsə aiddir. O nazirlikdə kimdirsə onlara aiddir. Yəni, onlar çağırıblar. Qeyri-müəyyən şəxs. Bu məqaləni nəşr etdiriblər. Nəşr etdiriblər. Kim? Bilinmir. Yəni, onlar nəşr etdirən kimdirsə bilinmir. Yenə xəbərin şəxsinə fikir verək. Üçüncü şəxsin cəmində. Üçüncü şəxsin cəmində və mübtədası olmayan cümlə heç vaxt müəyyən şəxs cümlə ola bilməz. Yəni, burada da iş görən qeyri-müəyyən şəxs olduğuna görə qeyri-müəyyən şəxsli cümlə olacaq. Bizimkilər nə baş verdiyini anlaya bilmədilər. Anlaya bilmədilər. Kim anlaya bilmədi? Bizimkilər. Mübtədamız bizimkilərdir. Mübtəda da iştirak elədiyinə görə artıq heç geniş fikirləşməyə ehtiyac yoxdur. Deməli, müəyyən şəxsli cümlə olacaq. Yenə də burada xüsusilə dinləyicilərimdən xahiş edirəm ki, yəni təhlil edərkən bu təhlil prosesinə xüsusi fikir vermək lazımdır. Yəni bu üsullar vaxt aparmayan və tez də nəticəyə bizi yönləndirəcək üsullardır. Çalışın bunları yaxşı mənimsəyin.